Doktorantura elmi təhsilin ən üst pilləsidir. Burada təkcə bilik deyil, araşdırma qabiliyyəti və elmi yazı bacarığı da tələb olunur. Ölkəmizdə 2025-2026-cı tədris ili üzrə doktoranturaya qəbul elan olunub. Bəs xaricdə təhsil almaq istəyənlər üçün hansı seçimlər var? Ən vacib üstünlüklərdən biri odur ki, bu təhsil adətən ödənişsizdir və hətta bir çox hallarda təqaüdlü olur. Məsələn, sadalayaq Amerikada, Polşada, Estoniyada və Macaristanda bu mümkündür. Üstəlik də bir üstünlüyü də odur ki, hər gün dərsə getmək məcburiyyəti yoxdur və tələbəyə tapşırıqlar verilir, o da onları müstəqil şəkildə yerinə yetirir. Təhsildən sonra isə müəllimlik fəaliyyəti ilə məşğul olmaq, hətta hərbi xidmətdən ömürlük möhlət almaq mümkündür. Dövlət təqaüd proqramında da doktorantlar üçün yer ayrılıbdır və bir il öncədən mütləq şəkildə siz bu proqrama hazırlaşaraq tam təqaüdlü şəkildə doktorantura pilləsini bitirə bilərsiniz və daha sonra ölkəmizə qayıdıb birbaşa işlə təmin oluna bilərsiniz. Magistratura mərhələsini ortalama 75 balla bitirənlər doktoranturaya müraciət edə bilərlər. Burada əsas diqqət tələbənin elmi potensialına yönəlir. Yəni, akademik məqalələr və elmi göstəricilərin olması mütləqdir. Əsas çətinlik yalnız və yalnız öz sahəsi ilə bağlı məqalələrin yazılması olur. Çünki burada akademik üslubda məqalələr təqdim etməlidir tələbə. Əvvəllər tələbələrimiz daha çox öz ölkəmizdə yerləşən müəssisələrə müraciət edirdilər. Lakin hal-hazırda xaricdə ki, bu maaşlı şəkildə proqramların sayı çoxalır getdikcə və hətta bu yaxınlarda yeni proqramlar da açılıbdır. Hibrid təhsil adlanır və tələbələrimiz hətta ölkəni tərk etmədən belə bir növ xaricə təhsil ala bilərlər. Birbaşa yarı onlayn deyək, yarı canlı, yəni əsasən imtahanlara gedirlər, canlı şəkildə orada iştirak edirlər və bu qaydada sonda diplomdan təmin olunurlar. Və ona görə hal-hazırda tələbələrin daha çox marağı xaricə yönəlibdir. Xatırladaq ki, doktoranturaya sənəd qəbulu elektron qaydada portal.edu.az sayti vasitəsilə həyata keçirilir. Qəbul iyunun 2-sində başa çatacaq. Ruhiyyə Balakişiyeva, Ramin İsmailov.